Və tez-tez məndən də, ay mənim əzizlərim, Suel haqqında, Suelin bacısı haqqında suallar verirsiniz. Sueli soruşursunuz məndən. Suel mənim yanımdadır. Və hal-hazırda Suelin anasının məhkəməsi gedir. Mən də istəyirəm ki, Təranə çıxsın çölə, balalarının yanına qayıtsın. Mən onu hamıdan çox istəyirəm. Bildiyim qədərilə də bu mövzuya Lalə xanım Azərtac müdaxilə etmək istəyir, köməklik eləmək istəyir. Mən buradan da Lalə xanıma müraciət edirəm. Siz çox dəyərli jurnalist, çox savadlı, peşəkar insansınız, işinizin peşəkarısınız. Əgər bu işdə köməyiniz yetəcəksə, nə gözəl. Allah sizdən razı olsun. Sadəcə mənim sizdən bir istəyim var. İstəyim də nədir? Mən Sueli göz bəbəyim kimi qoruyuram. Mən istəyirəm ki, onun adına bir dənə balaca bir ləkə gəlməsin və Təranənin çıxmağı nəyə görə lazımdır, mənim əzizlərim, mən sizə deyim. Onun balaca qızı bilirsiniz, artıq şeydədir. Onun qızı artıq bir sayılı uşaq evindədir. Bir sayılıda da belədir. 3 yaşı tamam olanda artıq balaca qız başqa uşaq evinə gedir. Mən də istəmirəm ki, o uşaq əldən ələ düşsün, başqa uşaq evlərinə geçsin. Mən istəyirəm ki, anası çıxsın, anasının yanında olsun. Və təbii ki, buradan Azərbaycan dövlət strukturlarına, hakimlərimizdən xahiş edirəm, Təranənin işini aparanlardan bu işdə ona dəstək olsunlar. Çox xahiş edirəm, onun evlatlarını nəzərə alsınlar və onu buraxsınlar uşağının yaşı tamam olana qədər. Düşünürəm ki, indən sonra Təranənin həyatında bir də belə şeylər baş verməz və balalarının yanında olar. Mən də hamıdan çox buna sevinərəm və Təranə də mənə telefonda deyir ki, mən çıxaram, gələrəm, ömrümün axırına qədər sənin yanında olaram, səninlə yenidən işləyərəm, işbirliyimiz olar və yanında olaram sənin bu şərtlə. Belə deyir ki, yəni ki, məni buraxma, həmişə sənin yanında olun. Vallah, mənim yanımda oldun, olmadın. Mən demişəm, həmişə Suelin yanında olacam, həmişə Suelə dəstək olacam. Yəni, bu mənim instituta girənə qədər, ərə gedənə qədər. Yəni, Suel bilir ki, mən onu heç vaxt yanlış buraxmayacam. Suel bu dəqiqədə mənim yanımdadır. Anamın yanında qalır Suel, anam ona baxır. Mən özümdə bütün hazırlıqlarını, paltarını, əynini, hər şeyini demək olar ki, necə öhdəliyimə götürmüşəmsə, artıq 3 il olacaq da Təranə içəridədir. 2 ildən çoxdur, mən səhv eləmirəmsə. Bu dəqiqədə yenə də hər şeyindən mən ilgilənirəm. Suel mənim yanımdadır, necə vardı. Amma hələ görmədim ki, bu günə qədər show biznesdən bir kəs, bir adam əlində bir dənə konfet, əslində onun ehtiyac yoxdur. Görmədim ki, bir nəfər adam o uşaqla maraqlansın. Heç vaxt heç kim maraqlanmayıb, ancaq mən özüm eləmişəm.